Kanala abunə olub, videolardan yararlanıb dostlarınızla paylaşmağı unutmayın. OTK sınaq imtahanına salınmış növbəti sual izahını sizə vermək istəyirəm. Vurğulara ayırmaya aid bir sual düşüb. Vurğuları necə ayıracağıq? Baxın, misalı aşağıda köçürdürəm və sizə izah edəcəm. Gəlin burada A üstü N üstəgəl 2-ni belə parçalayım. A üstü N vur A kvadrat çıxılsın 81 vur A üstü N. Niyə belə yazdım soruşsa? Çünki əsasları eyni olan qüvvətləri bir-birinə vuranda əsasın birini yazıb qüvvət üstləri toplayırıq. Ona görə də bunu bu formada parçaladım. Ortaq vuruq çıxaracağıq. A üstü N, A üstü N çıxdı qabağa. Qaldı burada A kvadrat çıx. 81-in də yerinə 9-un kvadratı yaza bilərəm. Və bu da müxtəsər vurma düsturudur. Bir dəfə toplayırıq. Bir dəfə də A-dan 9-u çıxaraq biz bunu vuruqlara ayıracağıq. Yəni düzgün cavab B variantıdır.